Qədir Xumu təbliğ etmək bizə vacibdir. Həzrət Əlinin, vilayətin, Qədir Xumi bu hadisəni, bu bayramı təbliğ etmək, dünyaya çatdırmaq bizə vacibdir. Həzrət Əlini gərək dünyaya çatdıraq. Dünya Əlini hələ tanımayıb. Dünya hələ Əhl-i Beyti tanımır, qardaşlar, əzizlər. Bizə vəzifədir ki, bu Əhl-i Beyti həm özümüz tanıyaq, sonra da bütün aləmə tanıtdıraq ki, Əhl-i Beyt necə keyfiyyətlərə, səciyyələrə sahib olublar. Kimlər olublar? Dünya əhli əgər Əhl-i Beyti tanısalar, hədisdir ya, bu Həzrət buyurur. Siz bizim hədislərimizi, sözlərimizi çatdırırız. Onlar bizim sözlərimizin şirinliyinin, həqiqətinin təsir altına düşüb qəbul edəcəklər. Dünyaya əgər Əhl-i Beyti Həzrəti Mövlanı tanıtdırsın, dünya əhli Əli sevər. Çünki Əli haqqın özüdür, Əli ədalətdir, Əli sülhüdür, Əli mərhəmətdir, Əli gözəllikdir. Nə varsa müsbət manada Həzrət özündə cəmləyir. Qədir Xumu təbliğ etmək nə deməkdir? Yəni, həqiqət yolunda çalışmaq. Biz bu bayramı eləyirik, mənası budur ki, biz istəyirik həqiqəti çatdıraq. Və batillə mübarizə aparırıq. Qədir Xum elə bir bayramdır ki, Allah bu gündə həqqdən batili ayırıb bizlərə ölçü göstəribdir. İmam-ı Riza aleyhissalam buyurur ki, Qədiri təbliğ eləmək vacibdir. Hər kəs Qədir Xumi əzizliyə, Allah təbarək və teala onun kiçik və böyük xətaların bağışlayar. Əgər dünyadan getsə bu yolda, şühəda ilə məşhur olar. O adam ki, Əli vilayətin təbliğ eləyə, Qədir Xumun təbliği yolunda dünyadan gedərsə, şəhid hesablanır.